Değerli Xalat Tipi Podcast'ın artıq 7-ci bölümündəyik. Xərçəng nədir? Bədənin bütün o alışılmış, öyrəşilmiş hüceyrələrinin dışında yaranmış bir hüceyrədir. Pasientlər normalda ya bu simptomlarla ya da artıq onkoloji olduqdan sonra sizin yanınıza gəlirlər. Bir ailənin bir üzvündə varsa, digər üzvlərində də mütləq var uşaq yaşından etibarən. Kimyoterapiyanın isti kimyoterapiya növündə olduğunu gördüm. Bunun klassik kimyoterapiyadan fərqi varmı? Bir qədəh şərabın belə içilməsi, mütəmadi içilməsi qadınlarda süd vəzi xərçəngi üçün belə risk faktorudur. Daha çox hansı faktorlar bizim orqanizmimizdə buna səbəb ola bilər? Amma nəticə almağımıza yönəlik oluna biləcək işləmlər nələrdirsə, onlar biz eləyirik, yəni bu ölkədə bunlar olunur. Çünki biz o şiş hüceyrə qrupunda onu görə bildiyimizdə, tapa bildiyimizdə, diaqnoz qoya bildiyimizdə o xəstənin həyatını qurtara bilirik. Değerli Xalat Tipi Podcast'ın artıq 7-ci bölümündəyik. Bu dəfə qonağımız Alim Əkbərovdur. Bəli. Doktor, xoş gəlmisiniz. Xoş gördük. Öncəliklə hamını salamlayıram. Sizin bu verilişdə xeyirli olsun. Əslində Fəridlə mən bir iş ortamını paylaşmışam. Yəni Azərbaycana ilk geri döndüyümdə çalışdığım klinikada Fərid bəylə biz təqribən 1 ilə yaxın müddətdə iş ortamını paylaşmışıq. Əslində bir-birimizi də çox yaxşı tanıyırıq. Və mən ona təşəkkür edirəm. Bu verilişin gözəl layihədir əslində. Bənzəri olmaz bir layihədir. Uğurlar arzu edirəm sizə. Çox sağ olun. Dəyərli izləyicilər, bugün biz onkologiyadan danışacağıq. Onkologiyada kimyoterapiyadan Alim Əkbərov öz maraqlı yanaşmasından bəhs edəcək. Doktor, mən direkt sualla keçmək istəyirəm mövzuya. Xərçəng nədir? Əslində verilişin adı qədər suallar da maraqlıdır. Yəni mən əminəm ki, izləyicilərdə də böyük maraq oyadan suallar verirsiniz. Həm maarifləndirici, həm də işə biraz da fəlsəfi, biraz ritorika qataraq bu sualları verirsiniz. Əslində bizim üçün də böyük maraq kəsb edir. Xərçəng biz fəlsəfi baxımdan, istər tibbi baxımdan, istər medikal yanaşmadan, anatomik, fiziolojik və ya patofiziolojik proseslərdən baxdığımızda çox geniş bir kavramdır xərçəng mövzusu. Çünki xərçəngin toplumda yaratdığı, özəlliklə xərçəng xəstələrində və xərçəng xəstələrinin yaxınlarında yaratdığı böyük bir psixolojik effekti var. Dırnaqçıda deyəsək, yəni böyük bir həyəcan, psixolojik effekt, psixolojik çöküş yarada bilən bir xəstəlikdir. Amma əslində xərçəng nədir? Yəni biz bundan niyə qorxuruq? Əslində xərçəng bədən hüceyrəsinin ilk yarandığı embriyolojik dönəmə qayıtdığımızda xərçəng özü də bədənin bütün o alışılmış, öyrəşilmiş hüceyrələrinin dışında yaranmış bir hüceyrədir. Yəni bu embriyolojik kökənə doğru gedib ilkin variantda olan hüceyrəyə bənzədir özünü. O hüceyrə ki, o idarə olunmazdır, davamlı çoxala bilən, bölünə bilən, böyüyə bilən, yayılmağa meyilli olan bir hüceyrə qrupudur. Yəni biz bunları əslində diferensiya olmuş, yaxşı diferensiya olmuş və ya az diferensiya olmuş xərçəng növləri deyə ayırırıq. Bu da ona dayanır ki, xərçəng hüceyrəsi həqiqətən idarə oluna bilməyən bir çox mexanizmlə idarə oluna bilməyən bir xəstəliyin adıdır. O xəstəlik ki, hal-hazırda müasir təbabətin ən ciddi və ən aktual problemidir. Çünki bütün dünyada ölümlərin əsas faiz nisbətləri xərçəngə bağlıdır. Və dünya tibbində hal-hazırda bütün maliyyə vəsaitinin böyük bir qismi xərçəngin öyrənilməsi, müalicəsi,
texnikaların inkişafı, dərmanların Qarşısının kəşf edilməsi, ən önəmlisi də təbii ki, tarama proqramları ilə onun qarşısının alınmasına yönəlib. Və bütün bunları nəzərə aldığımızda həqiqətən xərçəng hüceyrəsinin, ilk hüceyrənin yaranması orqanizmin bəlkə də ən böyük şanssızlığıdır. Çünki orqanizmdə bilirsiniz, bir immun sistem var ki, insan orqanizmini istər xaricdən, yəni dışdan gələn patojenlərə qarşı qoruyur, istərsə də insan orqanizmində bir sürü özü-özünə də xərçəng hüceyrəsi yaradır. Yəni çünki hüceyrələr ölümə doğru getdiyində bəzi yanlış mexanizmlər devrəyə girə bilir, bəzi genetik amillər, mutasyon amilləri və xərçəng hüceyrəsi yaranmağa başlayır. Amma bədənin immun sistemi bəzi hüceyrə qrupu var ki, biz bunlara natural killerlər deyirik. Onlar o xərçəng hüceyrəsini, bəli, onlar o xərçəng hüceyrəsini, yaranmış xərçəng hüceyrəsini öldürə bilir. Və öldürürlər də. Çünki biz burada oturmuşuq, danışırıq bir-birimizlə, amma bizim bədənimizdə bəlkə də əmələ gəlir və o natural killerlər onu öldürə bilir. Amma bəzi mexanizmlər pozulduğunda o dediyim mutasyondur, genetik amillərdir, bəzi risk faktorlarıdır. Onlar olduğunda bu mexanizm pozulur. Pozulduğunda nə olur? O şiş hüceyrəsi, yaranmış şiş hüceyrəsi inkişaf etməyə, bölünməyə, çox aqressiv tümörlər dışında qalan bütün şiş hüceyrələrinin, orqanizmdə yaranan bir şiş hüceyrəsinin bölünməsi, çoxalması, kitlə halinə gəlməsi bəzən illər ala bilir yəni. Xəbərimiz olmadan. Bəli, o şiş hüceyrəsi əslində hüceyrə qrupu şəklində birdən-birə şiş olaraq yaranmır. Və biz xərçəngin müalicəsində niyə erkən diaqnostikadan bəhs edirik? Çünki biz o şiş hüceyrəsi qrupunda onu görə bildiyimizdə, tapa bildiyimizdə, diaqnoz qoya bildiyimizdə o xəstənin həyatını qurtara bilirik. Amma iş işdən keçdiyində, artıq proses irəlilədiyində maalesef bəzən biz həkimlər də onun qarşısında aciz qala bilirik. Bəs genetik amilləri bir kənara qoysaq, daha çox hansı faktorlar bizim orqanizmimizdə buna səbəb ola bilər? Xərçəngin yaranması ilə bağlı biz təqribən 50%-ni bəzi yazarlar bunu 40% olaraq bildirir. Amma 50-60% spontan yaranan xərçəng növləridir. Yəni biz həyatı boyu yaşadığımız, yediyimiz qidalar, ətraf mühit ən önəmli faktorlardan biri ətraf mühitdir. Yediyimiz qidalar, yaşadığımız həyat tərzi, ətraf mühit bizdə xərçəngin yaranmasından təqribən 50% sorumludur yəni. Yəni bu çox ciddi bir rəqəmdir əslində. Həyat düzəninin dəyişilməsi belə və ya insanın özünə qarşı diqqətli olması, həssas olması bu xəstəliyin ya önünə keçməsinə, ya da erkən diaqnostikasına gətirib çıxarır. Özü də böyük nisbətdə də, yəni faiz nisbəti çox böyük, ciddi bir rəqəmdir, 50%. Amma 40-50% hallarda burada genetik amildir, bu da ciddi bir rəqəmdir. Təbii ki, genetik amil dışında bizim dediyimiz bu ətraf mühit təsiridir, radiasiyadır, şüalanmadır, ultrabənövşəyi şüalarındır, bəzi qidalarındır. Bilirsiniz ki, qida çox önəmli bir faktordur xərçəngdə. Özəlliklə gastrointestinal sistemin, yəni mədə, bağırsaq, qaraciyər, pankreas, öd yolları, bu xərçənglərin yaranmasında qidanın böyük bir faktor olduğunu bilirik, risk faktoru olduğunu bilirik. Və siz bütün bu gastrointestinal sistemin xərçənglərini açıb oxusaz, dünya ədəbiyyatında, medikal ədəbiyyatda görərsiniz ki, orada ən böyük risk faktorları qida
sıralamasını görərsiniz. Yəni ilklərdə qida gəlir. Bəli, ilklərdə genetika deyil, yəni orada qida faktorlarıdır, yaşadığı həyat tərzidir, alkoqoldur. Məsələn, spirt çox böyük risk faktorudur. Hətta yeni bir araşdırma var. Burada da qidadan söhbət düşmüşkən onu demək istəyirəm. Məsələn, yaxın dönəmə qədər bilinirdi ki, spirtli içkilərdən şərab, yəni qırmızı şərab, bizim toplum çaxır olaraq onu bilir. Bəli. Qırmızı şərabın ürək qan damar sisteminə çox ciddi xeyirli olduğunu bilirdik. Sonra az miqdarda içildiyində vücud üçün faydalarından sayırdıq. Amma indi bəlli olub ki, bu Amerikada Kanser Cəmiyyətinin söylədiyi, bildirdiyi bir rapordur. Orada deyir ki, artıq bir qədəh şərabın belə içilməsi, mütəmadi içilməsi qadınlarda süd vəzi xərçəngi üçün belə risk faktorudur. Yəni bu əslində ciddi bir məlumatdır. Həyatı boyunca bir qədəh şərab içsə, adam süd vəzi xərçəngi. Mütəmadi olaraq içərsə, indi bir dəfə içibsə demirik, amma mütəmadi olaraq içməyə davam edərsə, o belə xərçəng üçün risk faktoru hesab olunur. Yəni bu şeylər, faktorlar, istər qida faktoru olsun, istər ətraf mühitin orqanizmə təsiri olsun, bunlar xərçəng xəstəliyinin yaranmasında önünə keçə bildiyimiz risk faktorlarıdır. Yəni bizim dəyişə biləcəyimiz, biz insanların özümüzün, əzizlərimizi, doğmalarımızı qoruya biləcəyimiz risk faktorlarıdır. Yəni bu səndən və məndən asılıdır. Aslı olmayan genetik amildir, bəzi genetik keçişlərdir, ailədə bəzi genetik mutasyonların olması nəsildən nəslə o xəstəliyin keçməsinə səbəb olur. Bununla bağlı da əslində onkologiyanın və cərrahiyyənin öncədən bunları bilib və önünə keçə bilməyimiz mümkündür. Məsəl üçün, bəzi risk faktorları olan ailə qruplarında genetik konsultasiyalar istəyirik biz. Və oradan bilirik ki, artıq bu qadında süd vəzi və uşaqlıq və ya yumurtalıq xərçənginin ailəvi keçişli olduğunu görürük. Məsələn, o BRCA mutasyonu dediyimiz bir mutasyon var ki, bu mutasyon olan ailələrdə mütləq genetik konsultasyon olmalıdır və o xanımlar ilərdə bu xəstəliyə tutulmasın deyə bir cərrahi prosedurdan keçirlər. Necə bir cərrahi prosedur olur? Yəni bu xəstələrdə biz əgər BRCA mutasyonunun olduğunu görürüksə, o zaman bunlara biz profilaktik olaraq mastektomiya eləyirik. Amma bu xanımlar adətən gənc yaşda olurlar. Təbii ki, orqanın itirilməsini istəməzlər və ya yumurtalıqların götürülməsini istəməzlər. Bunun estetik görünüşünü nəzərə alaraq süd vəzinə yönəlik elə bir cərrahi prosedur icra olunur ki, həm süd vəzini bir greft ilə, yəni estetik görünüşünü bərpa eləyirik eyni zamanda və ya yumurtalığı da götürmək gərəkirsə, o zaman o yumurta hüceyrələrdən örnək alırıq, onları bankada qoruyuruq, bu Azərbaycanda da mümkündür və bu insanlar ilərdə yenə də övlad sahibi ola bilirlər. Amma yumurtalığın təbii ki, əməliyyatla götürürük profilaktik olaraq, çünki bunlar ilərdə böyük bir xəstəliyə yaxalanıb həyatını itirir. Doğum olmasa da süni bir şəkildə mayalanma ilə. Bəli, o mayalanma ilə əsas olan o genetik rezervuar ki var, yumurta hüceyrələr, onları oradan götürüb yumurta bankasında qoruya bilirik. Və ya bağırsaq xərçəngi üçün risk faktorlarından biri olan FAP dediyimiz familial adenomatosis polyposis coli sendromu var. Bu xəstəlikdə də spontan otozomal dominant keçişlidir və ailənin bir üzvündə varsa, digər üzvlərində də mütləq var uşaq yaşından etibarən və bu %100 kanser olacaq deməkdir. Yəni %1% belə ehtimalı yoxdur bunun. 100% bu xəstə bağırsaq xərçəngi olacaq ilərdə.
Biz bunlara genetik konsultasiyonlarını eləyib bu xəstələri təyin etdikdən sonra artıq bunlar xərçəng xəstəliyinə yaxalanmadan biz bağırsağı, yəni qalın bağırsağı götürürük əməliyyatla və xəstə həyatına tam normal şəkildə, sağlam şəkildə davam edə bilir. Çünki qalın bağırsağın olmaması insanın həyatının Xərçəngə yaxalanmaqdan daha yaxşıdır. həm xərçəngə yaxalanmır, həm də artıq yoğun bağırsağı yoxdur deyə bunun həyat keyfiyyəti çox da pozulmur. Yəni normal həyatına davam edə bilir və ən əsası da ömrünü uzun bir şəkildə yaşaya bilir. Yəni belə bunları anlatmaqda məqsədim odur ki, yəni toplumumuz genetik var deyə biz mütləq xəstələnib öləcəyik deməməsinlər. Düçar olmasınlar. Yəni bunun da bir çarəsi var, amma yetər ki toplum bilincli olsun, bunun fərqində olsun və həkim nəzarətində mütləq bu işləri qaydaya salmaq lazımdır. Doktor, siz ümumi cərrahsınız, amma deyək ki, siz dediniz ki, bəzən insanlar müntəzəm müayinələrdən keçməklə riskləri müəyyən qədər öncədən bilə bilərlər. Bəli. Bu şəxslər hansı sahə həkiminə yaxınlaşmalıdır və hansı müayinələrdən keçməlidir? Öncəlikli olaraq onu bildirim ki, əgər genetik amil yoxdursa bir ailədə, yəni bir ailədə bir kanser xəstəliyi yaxalanmayıbsa, o ailə üzvlərinin, yəni gənc yaş qrupundan yoxlanılmasına ehtiyac yoxdur. Simptom yoxdursa, yəni profilaktik yoxlamadan söhbət gedir. Yox, əgər bir 25 yaşda adam artıq bir həftədir böyük bayıra getdiyində nəcisində qan varsa, bu yoxlanılmalıdır yəni. Heç bir simptomu yoxdur, amma psixolojik olaraq özümü xəstə hesab gedim, yoxlayım, onu deyim, bunu deyim, ona ehtiyac yoxdur. Amma şunu bilməlidir xəstələrimiz ki, daha doğrusu toplumumuz bilməlidir. İndi biz hər kəsi də xəstə olaraq qəbul edə bilmərik. Əgər risk faktoru yoxdursa, bireylərin, yəni bu cəmiyyətin üzvlərinin müəyyən yaş qrupundan sonra heç olmasa bir dəfə o müayinədən keçməsi lazımdır. Nədir o müayinələr və ya onu harda keçə bilər, kimə müraciət etməlidir? İlk növbədə təbii ki, sahə həkimləri burada böyük rol oynayırlar. Ailə həkimlik məktəbi hələ ki bizim toplumda oturmuyub, yerini tapa bilməyib. Hələ elə ailə həkimi olmaq istəyən həkim də görməmişik ölkəmizdə ki, yəni mən tibb üniversitetinə girdim və mən ailə həkimi olmaq istəyirəm. Amma təbii ki, dünyada bunun böyük örnəkləri var. Böyük dövlətlərin, böyük ölkələrin səhiyyə islahatlarının gedən ölkələrdə bu məktəblər artıq formalaşıb. Yəni adi Türkiyəni götürək. Bəli, Türkiyədə yəni ailə həkimliyi kifayət qədər ciddi bir məktəbdir və böyük resursları var. Yəni onu da istifadə edirlər və çox yaxşı da nəticələr alırlar toplumla işləyərək. Amma hələ ki bizim ölkədə yoxdur. Bizim ölkədə xəstə də və ya pasiyent də həmişə böyük həkim peşindədir. Yəni mənə ailə həkimi müayinə eləsin deyə heç vaxt evdən çıxmır. Yəni mən gedəcəm mütləq bir professora müayinə olunacağam və ya çox məşhur bir həkimin yanına getmək istəyir. Bir də bu dövrdə bilirsiniz də ölkə səhiyyəsində necə bir dövrdən keçirik. Televiziyada, sosial mediada bloger həkimlərin olduğu bir dövrdir. Əslində toplum bir də burada cəmiyyətimiz biraz səhiyyə ilə zidləşə bilir. Çünki professional səhiyyə xidməti ala bilmir. Gördüyü televiziyada, sosial mediada gördüyü həkimə yönəlir və o həkimdən də hamısı işinin mütəxəssisləri deyirlər. Təəssüflər olsun ki. Yəni bunu deməkdə məqsədim o deyil. Yəni biz həkimlərdən kimisə bəyənmirik və ya kiməsə rişxənd eləyirik. O məqsədlə deyil. Tamamilə toplumumuzu bilinçləndirmək məqsədlə deyirəm və mən inanıram ki, bu ölkəmizdə səhiyyənin bu qədər hızlı ilərlədiyi bir dövrdə bu danışdığımız və
bizim canımızı sıxan məsələlər, yəni tibblə bağlı olan məsələlər qısa bir dönəmdə geridə qalacaq. Yəni biraz mövzudan kənara çıxdıq, amma bunu da müəyyən qədər çatdırmaq istədim mən. Təbii ki, ailə həkiminin burada ciddi rolu var, amma bir qadın mütləq 40 yaşında bir mamoqrafiya olunmalıdır. Bütün protokollar, kılavuzlar, bütün guideline-lar bunu belə bildirir. Əgər bir kişi 45 yaşına və ya bir qadın 45 yaşına çatıbsa, mütləq bir kolonoskopiya müayinəsindən keçməlidir. Bu əvvəl 50 yaşıda artıq bunu 45 yaşa indirdilər. Və ya bu daha belə deyək də riskləri azaldır, yaş azaltması. Əlbəttə. Yəni bizim risk dediyimizdə ziyadə bu yaş məhdudiyyətinin azaldılması ona görədir ki, bu xəstəliyin daha erkən yaşda rast gəlmə tezliyi artdığı üçün artıq o yaş qrupunu belə aşağı salıblar ki, artıq xərçəngin yaşı 20 il əvvəlki yaş deyil, artıq xərçəng çox gəncləşib. Elə onu da soruşacaq edim doktoru. Bayaq sadaladınız ki, müəyyən faiz var. İndi xərçəngə yoluxma faizi. Bu öncəki illərdə də elə idimi, yoxsa öncəki dönəmlərdə də elə idimi? Yoxsa xeyr, bu yaxın 20 ildə, 20-25 ildə, yəni bizə bu veriləri hardan bilirik, bu datayı hardan bilirik? Beynəlxalq konsensuslarda qəbul olunan və ya çalışmalardan gördüyümüz qədərilə artıq bütün dünyada bəzi xərçəng növlərinin yaş həddi aşağı düşür. Bu əslində pis göstəricidir. Biz bilirik ki, mövzunun başında dedik ki, xərçəng hüceyrəsi öz ilk variantına normal matur bir hüceyrənin immatur vəziyyətə dönməsinə biz xərçəng deyirik. Yəni onun artıq idarə olunmaz bir hala gəldiyinə deyirik. Və eyni zamanda da xərçəng gənc yaş qrupunda görülürsə, o daha aqressiv seyr edir. Yəni biz kolon kanserini əgər yəni bağırsaq xərçəngini bir 30 yaşda adamla 65-70 yaşda adamın seyrində fərqliliklərin olduğunu görürük. Gənc yaşlarda daha gənc yaş qrupunda daha aqressiv seyr eləyir. Yaşlı, nisbətən yaşlı qrupda istər müalicəyə, istər cərrahiyyəyə daha uyumlu cavab verdiyini, daha mülayim seyr etdiyini görürük. Bunun səbəbi nədir? Bunun səbəbi də çox böyük ehtimalla immun sistemlə bağlı bəzi bilmədiyimiz mexanizmlərin devrəyə girməsi, şiş hüceyrəsinin gənc yaş qrupunda özünü daha fərqli göstərə bildiyini, səbəb olaraq tam bunu bilirikmi nədir? Xeyr, bilmirik. Bugün artıq bununla bağlı bir çox elmi araşdırmalar gedir və gənc yaş qrupu artıq öyrənilir. Bəlkə də 5 il sonra biz fərqli danışacağıq. Amma hal-hazırda bizim ən böyük problemlərimizdən, ən böyük sorunlarımızdan biri gənc yaş qrupunda olan xərçəng növləridir. Çünki bunların kontrollu çox çətindir. Sahə həkimləri burada çox böyük rol oynayırmı? Bəzi, çünki onlar ilk təmasının, xəstə ilə təmasının olduğu həkim odur. Və əgər xəstə ona müraciət edibsə, təbii ki, qan azlığının olması, nəzisdə və ya qanın olması və ya xəstədə davam edən bir bulantının olması, sarılığın olması, bunlar əslində ciddi simptomlardır. Və ya nəzisin rəngsiz şəkildə, biz buna akolik qayta deyirik, bu şəkildə olması və ya nəzisin qara olması, bunlar yaşdan bağımsız olaraq araşdırılması gərəkən bir konudur. Yəni bu xəstəyə biz al bu dərmanı yazım sənə, get bir həftə istifadə ilə düzələrsən deməməliyik. İndi biz hər sahə həkiminə də güvənə bilmirik, çünki bugün Azərbaycanda gələn xəstələrin böyük bir qismi bu reseptlərlə evə yola salınan xəstələrdir. Və onun üçün biz nə etməliyik? Açıqcası bunun net, kəsin bir cavabı da yoxdur məndə. Amma ürək istəyər ki, könül istəyər ki,
bizim cəmiyyətimizin də, toplumumuz da ölkəmizdə hal-hazırda olan səhiyyə sistemindən faydalana bilsin. Çünki bilirsiniz artıq sığorta səhiyyəsi var, kifayət qədər işini bilən həkimlərimiz var, peşəkar mütəxəssislər var, formalaşmış klinikalar var, istər dövlət, istər özəl sistemdə. Və bunun üçün xəstələrimiz özünə qarşı diqqətli olmağı ilə sadəcə bu işdən yaxa qurtara bilərlər. Yoxsa hələ ki bizdə tarama proqramları çox ciddi şəkildə olunmur və ya xəstələr buna qarşı laqeyd yanaşır, pasientlər laqeyd yanaşır. Ən önəmli məsələlərdən biri xəstənin və ya pasientin özünə qarşı diqqətli olması, öz vücudunda gedən proseslərdən xəbərdar olması, Prosesləri izləməsidir. İzləməsidir. Məsələn, bir şeyi də söyləyim, nüansı. O nüans ondan ibarətdir ki, bağırsaq xərçəngində ilk simptom əslində bəzən qanama olmaya bilir. Yəni nədir? Məsəl üçün bir adam hər gün böyük tualetə getdiyində, yəni nəcisini eləyir də böyük tualetə gedir. Normalda hər gün gedir, əgər qəbizliyi yoxdursa. Yəni o qəbizliyi olanın da bir düzəni var da, o da 2 gündə bir gedir, 3 gündə bir gedir. Normal adamlar 90% normaldır da, bunlar hər gün gedirlər. O gedəndə də indi bir dəfə, 2 dəfə ishal ola bilərsən də və ya çox qəbiz ola bilərsən. Amma bunun 1 həftə və ya 5 gün və ya nə bilim 10 gün bu düzənin pozulması əslində bağırsaq xərçəngin ən önəmli simptomlarından biridir. Yəni alışılmışın dışına çıxması, yəni dışqı düzənləməsinin pozulması artıq bu xəstəliyin işarətlərindən biridir. Yəni bununla bağlı da toplum bilinçli olmalıdır. Alim hoca, pasientlər normalda ya bu simptomlarla ya da artıq onkoloji olduqdan sonra sizin yanınıza gəlirlər. Siz bu vəziyyəti necə idarə edirsiniz? Onların özlərinə mi bildirirsiniz vəziyyəti, yaxınlarına mı bildirirsiniz? Ümumiyyətlə sizcə ən düzgün nədir? Yəni bu məsələyə biraz üstdən baxmalıyıq həmişə. Bizim toplumun dəngələri var, cəmiyyətimizin bununla bağlı bəzi yazılmayan qaydaları və qanunları var. Ailə cəmiyyətindən söhbət gedir. Çünki ailə adətən bunu xəstədən gizlətməyin tərəfdarıdır. Amma dünyada bu belə deyil. İlk növbədə bunu bilməsi gərəkən xəstədir, onun həyatıdır və öz xəstəliyindən xəbərdar olmalıdır. Biz təbii ki, dünyada elədir deyə biz də bütün hər şeyi üstündən keçib birbaşa gəlsən, xəstəsən, bunu belə eləyəcəyik, elə eləyəcəyik deməməliyik biz həkimlər. Bu ailə ilə danışılması, xəstəyə də xəstəliyi ilə bağlı az-çox məlumat verilməsi gərəkən bir məsələdir. Çünki bu xəstəlik tək mənim həkim olaraq və ya tək xəstənin xəstə olaraq çözə biləcəyi bir məsələ deyil. Bu kifayət qədər faktorların olduğu, psixolojik olaraq, tibbi olaraq, yəni medikal olaraq, ailənin dəstəyi ilə bütün bunların nəzərə alınması gərəkdiyi bir mövzudur. Çünki xərçəng xəstəliyinin fəsadları o qədər ağırdır ki və ailədə o qədər qorxulu və tədirgin bir vəziyyət yaradır ki, həqiqətən də istər ailə üzvləri, istər xəstənin özü bu məsələdə kifayət qədər depressiv və aqressiv ola bilir. Çünki xərçəng xəstəsinə xərçəng xəstəliyi ilə bağlı məlumat verdiyində onun ilk içində olduğu məsələ ilə bağlı, onun içində yaranan ilk sual əslində niyə mən sualıdır. Çünki o hər zaman düşünür ki, o xəstəlik onda var və bu xəstəlik artıq ölümlə nəticələnəcək deyə düşünür və bu bədbinliklə özünə verdiyi, bəlkə bizə də vermir o sualı, amma niyə mən sualını bir özünə verir. Əslində isə olay belə deyil artıq. Bütün dünyada necədirsə, yəni bu məsələlər, tibbin inkişafı artıq bilirsiniz də, yəni bu işlər o qədər sürətlə gedir. Bu istər dərman məsələsidir, istər əməliyyat məsələsidir.
bunlar o qədər hızla, sürətlə inkişaf edir ki, çox ciddi nailiyyətlər əldə olunub və çox sevinirəm ki, bu nailiyyətlər bizim ölkəmizdə də icra olunmağa başlayıb. Burada mənim fikrim odur ki, yəni ailənin məlumatlandırılması, psixolojik dəstəyin burada çox ciddi bir rolu var. Yəni hətta bəzən bunu psixoloqların belə bu işə cəlb olunmasının tərəfdarıyam. Çünki bəzi insanlar buna qarşı çox depressiv olurlar. Müalicədən belə imtina edən bir sürü xəstələrimiz var. Çox təəssüflər olsun. Və ya xərçəng xəstəliyinin müalicəsinin getdiyi dönəmdə depressiv olub müalicədən boyun qaçıran xəstələrimiz var. Bu xəstələri biz həkim olaraq eyni zamanda inandırmalı və müalicəyə sövq etməliyik. Niyə? Çünki müasir təbabətin bizə dediyi odur ki, bu xəstəlik bir çox müalicə prinsiplərini bir araya gətirdiyimizdə nəticə ala biləcəyimiz bir xəstəlik. Yəni biz bu xəstədə gəlib öd daşı ilə bugün əməliyyat olub sabah evə gedən xəstə kimi yanaşmamalıyıq. Kompleks. Bəli, bu xəstə ilə biz uzun bir yola çıxırıq. Bu ailə ilə yola çıxırıq. Biz onlarla danışırıq, biz onları hazırlayırıq ki, bu bizi gözləyən etaplar nədir, mərhələlər nədir, biz necə müalicəni işləyəcəyik, müalicədən sonra necə əməliyyat olunacaq, əməliyyatdan sonra bizi nə gözləyir, hansı aralıqlarla kontrola gələcək, necə olacaq. Bunlar çox ciddi bir yoldur və bu yolda mən həkim olaraq hər istədiyimi eləməyim üçün gərək ailə də mənə dəstək ola o konuda. Çünki xəstənin və ailənin bir də həkimin bu üçlüyün birlikdə, bir arada və birlikdə yürütdüyü bir işin sonucu yaxşı ola bilər. Mən bir tərəfə çəkim xəstəni, xəstə özü o tərəfə getmək istəsin, ailə bu tərəfə çəksin, oradan bir nəticə gözləyə bilmərik biz. Niyə gözləyə bilmərik? Çünki biz üçümüz eyni nöqtəyə vurmuruq. O nöqtəyə vurmalıyıq ki, orada xərçəngi yox etmək üçün bizim bütün oxlar o xərçəngə yönəlik olmalıdır. Bunun dışında da xərçəng multidisiplinər onkoloji konseyində danışılması gərəkən bir xəstəlikdir. Bir həkimin qərar verəcəyi bir məsələ deyil. Yəni burada həkim, Azərbaycanda həkim anlayışı həm də odur ki, həkim bir qəhrəman model kimi təqdim olunur və mən sağaltdım sözünü istifadə eləyir, amma əslində bu belə deyil. Və bu cümlənin istifadə olunduğu həkimlik anlayışında da sonu hüsranla bitir və ya nəticəsiz qalır. Çünki multidisiplinər onkoloji konseyləri onun üçündür ki, həm onkoloqun, həm radioloqun, həm patoloqun, həm gastroenteroloqun, həm cərrahın birlikdə qərar verdiyi bir xəstə üçün ən düzgünü nədir sualının cavablandırıldığı bir konseydir. Yəni o həkimlər ora boşuna toplanmırlar. Bu xəstəyə nələr olunub, bundan sonra nələr oluna bilər, müasir və güncəl təbabətin bununla bağlı mövqeyi nədir, biz onları icra edə bilirikmi? Bu sualların tartışıldığı, bəzən həkimlər arasında belə gərginliklərin yaşandığı, elmin, bilimin danışdığı bir konseydir. Yəni bir masadır. Və mən eyni zamanda da ona sevinirəm ki, bu konseylər artıq ölkəmizdə istər dövlət xəstəxanalarında, istər özəl xəstəxanalarda olunmağı bir neçə ildə olunurdu. Artıq daha geniş şəkildə bu konseylər, multidisiplinər onkoloji konseyləri icra olunur. Bizim təhsil aldığımız dönəmdə də, mən öz adıma deyim, mən təhsil aldığım universitetdə də, istər baza təhsilim dönəmində, istərsə də mütəxəssis ixtisaslıq eğitimi aldığım dönəmdə biz bilirdik ki, dünyada bu işlər artıq belə gedir. Amma ixtisas eğitimimi aldığım dönəmdə mən bu işin eyni zamanda da iştirakçısı oldum. Və gördüm ki, həqiqətən də bütün dünyada artıq onkoloji xəstələri mən sağaltdım deyilən mövzudan çıxıb biz sağaltdıq
deyilən bir mövzuya dönüşüb. Yəni əslində xəstələrə bir neçə həkimin qəhrəmanlığı ilə sağala bilər bu xəstə. Yəni burada ayrı-ayrılıqda həkim-ailə münasibətindən başqa bir də burada həkimlərin öz arasında olan bir Ailə ortamı. bəli, bir bilimsel ortamda xəstənin tartışılıb ən düzgün qərarın verildiyi bir ortamdan çıxan nəticə ilə ailə və həkim yola çıxmalıdır. Onun nəticəsi təbii ki, üz güldürən nəticələrimiz çoxdur və mən inanıram ki, iləride daha çox olacaq. Çünki təbabət günü-gündən inkişaf edir, günü-gündən üstünə bir şeylər əlavə olunur, əklənir, artır. Bilim çünki dəyişən bir şeydir, elm dəyişən bir şeydir və mən demirəm bütün xərçəng xəstələrini biz sağalda bilirik. Bütün xərçəng xəstələri zaten hamısı eyni mərhələdə gəlmir həkimə. Erkən dönəmdə gələnlər var, çox az bir qismidir. Əsasən çox gecikmiş mərhələdə gəlirlər və onun da nəticələri kifayət qədər ağır olur. Amma bu konseylərdən biz o xəstələr üçün ən düzgün qərarları çıxara bilirik. Ən düzgün qərarın nə olduğunu deyə bilirik. Hocam, bugün onkoloji cərrahiyyə üçün ölkə xaricinə getməyə dəyərmi? Yoxsa ölkəmizdə zaten bunların böyük bir qismi əməliyyat olurmu? Mən bu mövzu ilə bağlı öz fikrimi deyəcəm. Əslində, bilirsiniz də mən ümumi cərraham, cəmiyyətimiz də, artıq izləyicilərimiz də görəcəklər. Yəni, mənim beyin cərrahisi ilə bağlı fikir bildirməyim yanlış olar. Və ya mənim ixtisasımdan olmayan hər hansı bir onkoloji xəstə ilə bağlı fikir bildirməyim yanlış olar. Amma bugün ümumi cərrahiyyənin xitab etdiyi xəstəliklər ki var, onkoloji xəstəliklər. Bu başlayır tiroid vəzinin, gastrointestinal sistemin, qaraciyər və öd yollarının, eyni zamanda da süd vəzi xərçəngindən. Bu xərçənglərin, yəni bu orqanların xəstəliklərinin, xərçəng xəstəliklərinin cərrahi müalicəsi üçün, yəni cərrahi əməliyyatlar üçün yurt dışına getməyə kəsinliklə ehtiyac yoxdur. Bizim ölkəmizdə çox keyfiyyətli və çox işinin peşəkarı olan kifayət qədər həkim var. Yəni onkoloji prosesləri izləyə bilən, onlardan nəticə çıxara bilən, onların istər müalicəsini, istər cərrahi əməliyyatını həyata keçirə bilən peşəkar mütəxəssislərin toplandığı kifayət qədər yaxşı klinikalar və həkimlər var. Ona görə mənim fikrim yurt dışına getməyə ehtiyac yoxdur. Ümumi cərrahiyyə xəstəliklərindən bəhs edirəm. Və bu işlərin bizim ölkəmizdə istər klassik yöntəmlərlə, yəni açıq cərrahi üsullarla, istər yeni əməliyyat texnikaları olan endoskopik və laparoskopik üsullarla, yəni qapalı əməliyyat texnikaları ilə icra olunur bizim ölkəmizdə və çox yaxşı mütəxəssislərimiz var bununla bağlı və bunun ilərdə indi robotik cərrahiyyə növü var ki, bu ilərdə çox böyük ehtimalla bütün dünyada artıq bu icra olunmağa başlayıb. Yəqin ki, bizdə də bu icra olunacaq. Hələ ki, robotik cərrahi proseduralar ölkəmizdə icra olunmur, çünki o texnika bizdə yoxdur. Amma robotik cərrahi texnikaların, daha doğrusu robotik cərrahiyyənin də müəyyən zaman, müddət sonra ölkəmizdə icra olunmağı gözlənilir. Bəli. Bəs Alim Hoca, onkoloji xəstələrdə bilirik ki, kimyoterapiya prosesi də var. Bu ağrılı prosesdirmi? Bunun əks təsirləri, ziyanlı və ya müsbət tərəfləri nədir? Ümumiyyətlə, onkolojik müalicə, bilirsiniz də, onkologiyada iki onkoloji məsələ var. Bir medikal onkoloq var. Yəni bu kimyoterapiyanı bizim toplumda, cəmiyyətdə ximiya olunaraq bilinir. Əslində o kimyoterapiyadır. O kimyoterapiya müalicəsini verən həkim var. Biz buna medikal onkoloq deyirik. Bir də əməliyyatını eləyən həkim var. Biz buna onkoloji cərrah deyirik.
Kimyaterapiya kifayət qədər böyük yol qət eləyib artıq dünyada xərçəng xəstəliyi müalicəsində. Əvvəlki kimi deyil, artıq yan təsirlər, dərmanların yan təsirləri çox aşağıdır. Ağrılı bir prosedurdurmu? Texniki olaraq ağrılı bir prosedur deyil. Ximiya dərmanının bədənə verilməsi üçün xüsusi bir aparat qoyulur dəri altına. O aparat 14 və ya 21 gündə bir o aparat vasitəsilə bədənə kimyaterapiya dərmanı verilir. Amma kimyaterapiya dərmanlarının bəzi yan təsirləri var. Çünki bunlar kifayət qədər ağır dərmanlardır vücud üçün. Bütün dəngələri poza bilən, keçici olaraq pozur. Poza bilən dərmanlardır və müalicədən 5-7 gün sonra, bəzən 3 gün sonra xəstələrdə bu hiss olunur. Yəni bütün genel durum bozukluğu olur. Bəzi xəstələrdə bulantı, qusma, iştahsızlığın birlikdə seyr etdiyi tablolar ortaya çıxır. Təbii ki, onlar da geçici 2-3 gün davam edir. Bəzi dərmanlar istifadə edirik və düzəlir. Ümumən götürdükdə kimyaterapiya, klassik kimyaterapiya texnik olaraq xəstədə ağrı, yəni icra olunduğunda ağrı verən bir müalicə növü deyil. Amma dərmanların təsirlərinin başladığı dönəmdən etibarən 3-5 günlük qısa bir müddətdə xəstələrdə klinik halların pozulmasına gətirib çıxara bilən bir tablo verir bəzən. Amma bunun da təbii ki, müalicəni verən həkimlərin təyin etdiyi dərmanlarla biz bunları kontrol altına ala bilirik. Kimyaterapiya artıq dediyim kimi bütün dünyada əvvəlki dərman rejimləri, sxemləri kimi icra olunmur. Həm dərmanlar, yeni molekullar istifadəyə verilir, həm də artıq akıllı ilaç dediyimiz, bu target treatment deyirik də, biz buna hədəf müalicələr artıq dünyada icra olunmağa başlayıb uzun bir müddətdir. Bizim ölkədə də bu akıllı... Nədir tam olaraq? Yəni bunlar akıllı ilaçlar, klassik kimyaterapiya dərmanlarından fərqli olaraq eyni zamanda bədənin sağlam hüceyrələrində yox eləmir. Yəni ona görə biz akıllı ilaç deyirik ki, o gedir birbaşa şiş hüceyrəsinə təsir eləyir. Yəni biz bildiyimiz kimi kimyaterapiya dərmanı bir çox hüceyrə bədənin sağlam hüceyrələrinə də təsir eləyə bilir, pis təsir eləyə bilir. Necə xərçəng hüceyrəsini kimyaterapiya dərmanı gedib öldürürsə, eyni zamanda bədənin sağlam hüceyrəsinə də bir miqdar zərər verə bilir. Akıllı ilaçda isə sağlam hüceyrəyə verdiyi zərər daha az. Bunu loru dildə belə başa salıram ki, yəni cəmiyyətimizin bundan az-çox xəbəri olsun. Hər xəstəlikdə verə bilmirik bunu. Bunu mütləq medikal onkoloq təyin eləyir. Onun bəzi kriteriyaları var, analizləri var, onlara baxılır. Bu xəstəlikdə istifadə oluna bilərmi deyə bəzi protokollar var. O protokolların əsasında olunur, bəli. Bəzi protokollar əsasında xəstələrə kimyaterapiya ilə birlikdə həm də akıllı ilaç verilir ki, o xəstəliyi daha tez bir şəkildə kontrol altına alaq və xəstə ya tam sağala bilir bu xəstəlikdən, ya da ən azından mərhələsi aşağı düşürülərək əməliyyata verilir və ya başqa bir girişimsel prosedur icra olunur. Yəni bunları deməkdə məqsədimiz, yəni biz bütün dünyada olunan bu kimyaterapiya müalicəsinin eyni zamanda bizim ölkədə olunduğundan da bu cəmiyyətimizin xəbərdar olmasını sağlamaqdır. Çünki çoxumuzun xəbəri yoxdur. Bizdə müalicə yoxdur deyənlər var. Bizdə bu müalicəni eləyə bilmirlər. Amma mən buradan bildirmək istəyirəm ki, istər dövlət xəstəxanalarımızda, istər özəl xəstəxanalarımızda bu müalicə çox yüksək səviyyədə təşkil olunub və icra olunmaqdadır. Nəticə alına bilinən xəstələr var, nəticə alına bilməyən xəstələr var. Bu demək deyil də, uğursuzdur. Uğursuz demək tam yanlış olar. Bu dünyada da belədir. Hər xərçəng xəstəsindən nəticə ala bilmirik. Amma nəticə almağımıza yönəlik oluna biləcək işləmlər nələrdirsə, onlar biz eləyirik. Yəni bu ölkədə bunlar olunur.
Və buradan da xəstələrimiz, cəmiyyətimizin bundan xəbərdar olmasını istədim. Ali hocam, elə bu mövzunu araşdırarkən kimyoterapiyanın isti kimyoterapiya növündə olduğunu gördüm. Bunun klassik kimyoterapiyadan fərqi varmı? Nədir ümumiyyətlə fərqi? Bəli, isti kimyoterapiya termini bu medikal ədəbiyyatda, tibbi ədəbiyyatda bunun adı HIPEC biz deyirik və ya HIPEC deyirik. Hipertermik intraperitoneal kemoterapi növüdür. Əslində ölkəmizə yeni başlasa da bu prosedur, bütün dünyada inkişaf etmiş ölkələrdə nəzərdə tuturam. Bu prosedur 20 ilə yaxındır icra olunur. Bəzi təbii ki, ilkin icra olunan variantla indiki variant arasında fərqlər var. Daha inkişaflı təbii ki. Amma isti kimyoterapiya nədir sualını verdiniz də. Yəni cəmiyyətimiz bunu necə başa düşsün ki, bunun klassikdən fərqi nədir? Yəni hər xəstə indi gedib öz həkiminə deməməlidir mənim isti kimyoterapiya. Mənim dərmanımı isit ver. Bu o elə bir müalicə növü deyil. Klassik kimyoterapiya kimyoterapevtik ajanın, yəni dərmanın hazırlanıb o dediyim ya damardan ya da port kateter dediyimiz o dəri altına qoyulmuş aparat vasitəsilə, onun da bir ucu zaten bədənin ən böyük damarlarından birinə bağlıdır. Yəni oradan verilən dərman da damara gedir zaten. Yəni intravenoz şəkildə dərman maddəsinin kimyoterapiyadan söhbət gedir, klassik kimyoterapiyadan. Dərman maddəsinin bütün vücuda verilmə metodudur klassik kimyoterapiya. Və bu otaq temperaturunda verilən bir kimyoterapiya növüdür. Burada bir isidilmə proseduru olmur. Amma bizim özəl bir qrup xəstəmiz var ki, biz buna peritonitis karsinomatoza deyirik. Bilirsiniz də, qarın zarını deyilən bir kavram var. O nədir? Qarının daxilindəki bütün orqanları örtən bir pərdə var. Bu pərdəyə biz periton deyirik. Əslində periton da bir orqandır yəni. Və o periton kiçik bir zar olmasına baxmayaraq, şiş hüceyrəsi ora gəlib çatdığında o sürətlə qarnın bütün orqanlarını sarır, əhatə eləyir və biz buna peritonitis karsinomatoza deyirik. Bu da xəstəliyin artıq 4-cü mərhələsidir. Yəni kanser xəstəsinin peritoneal karsinomatosis durumu ortaya çıxıbsa, bu xəstə 4-cü mərhələ kanser xəstəsi deməkdir. Yəni biz bu xəstələrdə heç nə etməsək müalicə, bu xəstələr cəmi 6 ay yaşayacaq və ya 6 aydan da az yaşayacaq. Biz nə edək bu xəstələrə? Klassik kimyoterapiya işə yarayırmı? Klassik kimyoterapiya ilə bunların bir müddət daha uzun yaşadığını görmüşük. Yəni işte 1 ilə yaxın yaşaya bilirlər. Daha çox yaşaya bilirlərmi? O biraz sual işarəsidir. Hələ tibbdə onu kimyoterapiya ilə biz peritoneal karsinomatozisin sağalma məsələsini görməmişik. Və ya çox az görmüşük, nadir durumlarda görmüşük. Bəs bunun çözümü nədir deyə uzun illər öncə də, bir 20-25 il öncə bəzi işləmlər olundu. Bunlardan biri də sıcaq kimyoterapiya dediyimiz isti kimyoterapiyanın qarın daxilinə verilmə proseduru icra olundu. Buna biz HIPEC deyirik və ilk dəfə bunu Sugar Baker deyilən bir adam, hal-hazırda da yaşayır o, kifayət qədər yaşı da var. O alim, cərrah, bu xəstələri tərk edilmiş xəstə qrupundan çıxartdı. Yəni bunlara demədi artıq, sən get, sənin ömrün az qalıb, biz artıq heç nə eləyə bilmirik. Bu kəlməni istifadə etmədən bu xəstələr üçün bir şans tanıdı. O şans da nə idi? Bütün o zarı çıxartdı əməliyyatla. Bu da kifayət qədər böyük bir əməliyyatdır. Yəni sıcaq kemoterapi də əslində hər xəstəyə uygulaya bildiyimiz bir müalicə növü deyil. Onun da bəzi kriteriyaları var. Amma sonuçta bəzi xəstələri qurtara bildiyimiz bir məqamdır da bu sıcaq kemoterapiya. Bütün bu periton zarı ki, o xəstəlik bulaşıb artıq ora,
metastaz peritona yayılıb artıq. Bütün peritonu soyaraq, xəstəlikli toxumaları çıxardaraq qarın içindən, bəzi orqanları çıxararaq və ya bəzi orqanların bir qismini çıxararaq ki, hansı orqana yayılıbsa, bağırsaq, qaraciyər, mədə-altı vəzi, dalaq, mədə, öd kisəsi, bunların hansına yayılıbsa, onları da çıxararaq, peritonu da soyaraq, biz buna sitoreduktiv cərrahiyyə deyirik. Bu əməliyyatın bitimində kimyaterapiya dərmanının 42 dərəcəyə qədər isidilib, qarın boşluğunun 1 saat yarım müddətində dərmanın sirkulyasiyasını təmin eləyərək bu proseduru icra edirik. Yəni, birdən-birə qarnı açıb, o saat yarım o kimyaterapiya dərmanını 42 dərəcə isidib yumaqla bu nəticəni əldə edə bilmərik. Ən önəmli məsələ burada əməliyyatdır. Bu əməliyyat bitəndən sonra, əməliyyatın sonunda o dərman maddəsini isidib qarın boşluğu ilə təmasını sağlamaq lazımdır. Alim hocam, isti kimyoterapiyadan danışdıq. Dünyada 20 ildir, yeni demək olar buna, tətbiq olunur. Sizcə səhiyyənin 20 il gələcəyə çəksək, onkologiyada isti kimyoterapiya müalicənin ayrılmaz hissəsi olarmı? Yəni yenə də vacib hissə olarmı onkologiyada, yoxsa onu yeni nələrsə əvəz eləyər? Əslində bu çətin sualdır. Çünki tibbdə bir şeyin təsdiqlənməsi üçün bəzən 15-20 il yetmir bizə. Bəzi şeyləri biz illərlə doğru olduğunu bilirik, amma elmi çalışmalar gəldikcə, ilərlədikcə, illərin üstünə illər gəldikcə görürük ki, bəzi şeylər əskidən bilinən şeylər artıq əskidə qalıb elə. Yəni artıq yeni dönəmin, yeni dərmanların, yeni cərrahi texnikaların başladığı və doğrunun əslində indi bildiyimiz, doğrunun nə olduğunu indi bildiyimiz məqamlarla üzləşirik. Sıcaq kimyoterapiya bəli dünyada başlayıb. Təbii ki, birdən-birə bu vüsət alıb hər yerdə icra olunmadı. Buna qarşı çıxan bir sıra həkimlər oldu, bir sıra klinikalar buna qarşı çıxdı, ictimai birliklər buna qarşı çıxıb, hələ də qarşı çıxanlar var. Hər ictimai birlik tərəfindən bu təsdiqlənən bir müalicə növü deyil zaten. Amma bütün dünyada artıq 5 il geriyə baxdığımızda 5 il əvvəl bu qədər icra olunmurdu. Demək ki, bir doğru tərəfi var və əldə olunan nəticələri var ki, bu artıq dünyanın çox ölkəsində tətbiq olunur. Həmçinin də bizim ölkədə də bu sıcaq kimyoterapiya və sitoreduktiv cərrahiyyə tətbiq olunmağa başlayıb. 20 il sonra necə olacaq? Siz mənə əslində onu soruşursunuz. Yəni mənə deyirsiniz ki, 20 il sonra sıcaq kimyoterapiyadan danışacağıq, yoxsa yox? Yoxsa yeni bir texnikadan danışacağıq? 20 il sonra mənə elə gəlir ki, sıcaq kimyoterapiya daha da təkmilləşəcək. Çünki peritoneal karsimatozis qrupu xəstələr təəssüflər olsun ki, bizim istər cərrahların, istər son mərhələdə olan, son mərhələdə olan xəstələr artıq tibbin uzaq durduğu və ya yaxın dura bilmədiyi xəstə qrupudur. Çünki nəticə ala bilmirik onlardan. Amma sıcaq kimyoterapiya bu xəstələr üçün bir ümid yeri oldu. Eyni zamanda biz həkimlər üçün də bir ümid yeri oldu. Çünki biz artıq bəzi xəstələri oradan çıxarıb onları müalicə eləyə bilirik. O xəstə qrupunun içindən bəzi xəstələrə şans verə bilirik. Mənə elə gəlir ki, bu iş daha da təkmilləşəcək. İstər istifadə olunan dərman baxımından, istər bilirsiniz də sıcaq kimyoterapiya üçün bir texnika var. Yəni o elə isidilmir, yəni nəyinsə üstündə verilmir xəstəyə. Onu isidən bir aparat var, onun vasitəsilə isidilir,
dövr olunur qarın boşluğunda. Və mən düşünürəm ki, 20 il sonra sıcaq kimyaterapiya peritoneal karsinomatosis-də yenə olacaq. Amma ola bilər ki, fərqli bir şəkildə icra olunsun. Yəni indiki kimi bir saat yarım deyil də 10 dəqiqəlik bir prosedur kimi icra eləyək. Çünki hələ ki yeni bir prosedurdur. Yəni çox uzun bir yol keçməyib. Bəli, təkmilləşməyə açıldı. Bir çox elmi işlər görülür, hayvan dənəkləri icra olunur bununla bağlı. Yeni çalışmalar gəlir, yeni elmi məqalələr gəlir, yeni elmi işlər davam edir. Yəni bunların nəticələrini gözləmək lazımdır. Amma bütün bunların olması 4-cü mərhələ bir xərçəng xəstəsi üçün də bugün tibbin uğraşdığını görürük biz. Yəni onları bir kənarda qoymuruq. Tibbin və ya onkolojinin düşünürəm ki, iləridəki ən böyük uğuru dərman müalicəsi olacaq. Yəni biz buna medikal onkolojik müalicə deyirik. Çünki bunu bizə artıq gedişat elə olduğunu göstərir. Çünki çox daha az cərrahi əməliyyat. Daha az cərrahi olacaq. Daha çox medikal onkolojik müalicələr olacaq. Və təbii ki, biz də əslində bunu istəyərik. Çünki daha az invaziv metoddur, daha xəstəni az yora bilən metoddur, böyük bir əməliyyatla xəstəni qurtara bilən bir müalicə olacaq. Və hətta bəzi xərçəng növlərində biz artıq dünyada bunun əldə olunduğunu görürük. Ümumi cərrahiyyədə artıq süd vəzi xərçəngində və düz bağırsaq xərçəngində kifayət qədər ciddi müalicə, daha doğrusu müalicə ilə, medikal müalicə, onkoloji müalicə ilə kifayət qədər ciddi nəticələrin əldə olduğunu görürük. Tam patolojik cavabların olduğunu görürük. Yəni bu xəstələr artıq kimyaterapiya və şüa terapiyası ilə tam sağala bilirlər. Yəni bu xəstələr hamısı əməliyyat olmur yəni. Bütün bunlar onu göstərir ki, onkologiyada böyük nailiyyətlər olacaq. Bu illər çəkə bilər, amma bizi iləride gözləyir yəni bu. Biz də onu istəyirik zaten. Çünki həqiqətən bəzən xəstələrin, ailələrin o üzüntüləri bizi də yorur yəni. Biz həkim olaraq da bu işdə hər gün rastlaşırıq çünki. Hər gün hansısa ailənin üzüntüsünü paylaşırıq. Yəni bunlar həqiqətən insanların beynində, zəkasında, yaddaşında çox mənfi xatirə olaraq qalır. Həqiqətən də onkoloji xəstəliyin, yəni cəmiyyətimiz tərəfindən İraq olsun deyilərək və ya pis xəstəlik olaraq deyilərək anılması əslində başa düşüləndir. Çünki sonuçları çox ağırdır və mən bütün cəmiyyətimizin bu xəstəliklə bağlı kifayət qədər bilinçli və məlumatlı olmasını istəyirəm. Çünki bu həyatlar yarıda qalmamalıdır. Yəni bu arzular, istəklər, ailələrin doğmalarını itirməmələri. Yəni bu baxımdan biraz da anlayış göstərərək, bəzən həkimlər artıq o qədər sosial mediada danışırlar ki, yeri gəldi, gəlmədi, yanlış, doğru bilinmədən sadəcə çəkiliş olur. Hoca, bugün onkologiyadan danışdıq. Bəli. Onkologiyada olan yeniliklərdən, yeni kimyoterapiyadan və bunun ölkəmizdə artıq icra olunmasından danışdınız. Çox sağ olun. Düşünürəm ki, izləyicilərimiz üçün də biraz belə deyək, kədərli bir mövzu olsa da, amma maarifləndirici də bir mövzudur. Doğruların danışıldığı bir mövzu oldu. Ümidvarıq ki, tibb sahəsi çox daha qısa bir dönəmdə onkologiyada çox daha yaxşı nəticələr əldə edəcək və siz də onun bir parçası olacaqsınız. Mən təşəkkür edirəm sizə dəvətiniz üçün. Həqiqətən mənim üçün də mövzu nə qədər ağır mövzu olsa da, amma biz həm də reallıqları danışdıq. Yəni çünki bütün cəmiyyətlərdə onkologiya, heç kim onkologiya deyəndə üzü gülmür yəni. Onkoloji xəstəlik ağır bir xəstəlikdir, insanları yıpratan, uğraşdıran,
uzun bir sürəci və ağır bir sürəci keçməyə vadar edən bir xəstəlikdir. Bugün onkologiyadan danışsaq da biz burada həqiqətləri, doğruları və reallıqları danışmağa qeyrət etdik. Və deyə bildiyimiz, bilgimizin yetdiyi qədər məlumatları toplumumuza, cəmiyyətimizə çatdırmaq istədik. Əslində biz yeni bir şey kəşf etmədik. Artıq bunlar dünyada olunan prosedurlardır. Daha doğrusu özünü sübut edən səhiyyə sistemlərindən danışdıq. Müalicə növlərindən danışdıq. Əməliyyat texnikasından, isti kimyoterapiyadan danışdıq. Və bunların da eyni zamanda bizim ölkədə icra olunduğundan danışdıq. Və mən əminəm ki, bu çəkilişdən, bu danışıqdan bizim izləyicilərimiz özünə lazım olan bütün məlumatları və ya onlara maraqlı olan bütün məlumatları ala bildilər. Bir daha sizə təşəkkür edirəm, minnətdarlığımı bildirirəm. Çox sağ olun. Gələcək işlərinizdə başarılar və uğurlar arzu edirəm. Təşəkkür edirəm. Dəyərli izləyicilər, bizi dinlədiyiniz üçün təşəkkür edirik. Sağ olun, sağlıqla qalın.